Baxın dostlar, deməli günəş gecə də var. Yəni çox bu möcüzə bir şeydir. Şu an 2-ci sinif kitabından bunu oxudum. Çünki orada günəşin ulduz olduğu bildirilir. Yəni bu elmi cəhətdən bu belədir. Və bunun Quranda da təsdiqini tapdım. Yəni Quran və elm birləşdi və ortaya bir möcüzə çıxdı həqiqətən. Baxın Şəms surəsi 1-ci ayədə. İndi uşağın kitabı burada deyil, amma burada olsaydı, yəni öz məktəbdədir, oradan oxuyardım. Amma burada vərəqə yazmışam, bütün məlumatları sizə çatdırım ki, ortada bir şey qalmasın. Baxın diqqətlə. Deməli Şəms surəsi 1-ci ayədə biz həmişə bilirik ki, günəş səhər olur da. Amma sən demə, günəş gecə də var. Çox maraqlıdır. Çünki günəş bir ulduzdur. Yəni astronomik bilik əldə ediblər mütəxəssislər ki, günəş bir ulduzdur. Və bunu 1400 il əvvəl Quran deyib hələ. Baxın, Şəms surəsi 1-ci ayədə deyir ki, and olsun günəşə, bax mən dediksə gözünün qabağına gətirin. Və onun şüasının vüsətinə, yəni onun ətrafa yaydığı şüalara, genişliyinə. Elmi cəhətdən də bu var. Yəni normal, yəni səhər vaxtı başımızı qaldırsaq, göyə baxsaq, parlaq bir şüa saçan, yəni günəşi görürük. Günəş görür. Burada bir problem yoxdur ki. Aydın bir səmaya baxın, günəşi görəsiniz. Yəni parlayır, baxırıq gözümüzü yandırır. Yəni o bütün deyək ki, məsələn bu dəqiqə günəşdə deyən buranı da vurur, neftçilər də vurur, şüası hər yerə vurur. Ona görə Allah Teala Şəms surəsi 1-ci ayədə deyir ki, onun şüasının vüsətinə, yəni vüsət nə deməkdir? Yəni geniş vüsət almaq sözündən, yəni hər yerə yayılıb. Tək şüanı demir, yəni şüanın vüsəti. İndi qulaq asın. Səhər bu hamıya aydındır. Yəni institut oxuyanda, oxumayanda, savadlı da, savadsız da hamı görür ki, hə, günəş şey var. Yəni bunun hamının biliyi var bu sahədə. İndi Şəms 2-ci surədə nə deyir? Deyir, and olsun ardınca çıxmaqda olan aya. Baxın, elmi cəhətdə günəş ulduzdur da, ulduzdur. Kitabda yazılıb. Gecə göydə gördüyümüz digər ulduzlar kimi. Baxın, əgər günəş astronomik biliklər nəticəsində müəyyən olunub ki, günəş ulduzdursa, ulduz nə vaxt olur? Gecə. Deməli, gecə də göydə gördüyümüz digər ulduzlar kimidir. Deməli, günəş gecə var. Amma bilmirik hansı ulduzda, ulduzlardan biridir. Deməli, günəş gecə var, bunu bildik. Gördüyümüz ulduzlardan biridir. Deməli, ulduz səhər də görünə bilir. Əksinə, indi ulduz cəhətdən baxsaq, ulduz səhər də görünə bilir, sən demə. Səhər görünən, yəni hansıdır? Günəşdir də, günəş adlı ulduz. Səhər də görünə bilər, amma digər ulduzlar batır. Amma ulduz ümumilikdə qalır. O da bir dənə o günəşdir. Çünki biz dedik ki, yəni deməli dedik ki, ulduz səhər də görünə bilir. Çünki biz dedik ki, günəş də bir ulduzdur, bəli. Ay da gecə mövcuddur. Ardınca çıxır, günəşin ardınca çıxır. Amma gecə günəş itmir. Yəni gecə düşdü, ay çıxdı, günəş itmir. O ulduzdur deyə biz görürük. Sadəcə şüası sönür. Yox olur şüası. Yox olur. Və Şəms surəsi 3-cü ayədə ardınca Allah Teala deyir ki, and olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən. Baxın, dedik ki, ulduzdur, gecə var, görürük, deməli gecə günəş var. Sonra Allah Teala deyir ki, günəşi görünən edən zaman gündüzə. And olsun günəşi görünən edən zaman gündüzə. Deməli, bir də oxuyuram ayəni. And olsun yeri işıqlı, yəni səhər asılıb, yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə. And olsun gündüzə. Yəni gündüz deməli bir varlıqdır, gəlir o günəşi görünən edir. Günəşi görünən edir. İndi elmi cəhətdən buna daha da ətraflı baxaq. Deməli, gündüz gəldisə, ulduz parlayır. Yəni günəş adlı ulduz parlayır. Deməli, orada var idi, gecə var idi. Gündüz onu görünən etdi. Daha doğrusu şüalarını görünən etdi. Başa düşdünüzmü? Məsələn, bu nəyə oxşuyur? Bir lampanın üzərinə nəsə bir şey atsan, bir parça falan. O lampa parçadan əvvəlki o işıqlarını verməyəcək. Amma orada bir közərti olacaq. Hiss eləyəsən ki, bu lampanın, parçanın altında nəsə yanan bir şey var. Közərmiş formada. Başa düşdünüzmü? Sonra parçanı qaldırsaz, onun işığı yenə yayılacaq ətrafa, bütün otağa. Bu da elədir. Günəş gecə var. Sadəcə qaranlıq onun üstünü örtür. Günəş elə bir közərir. Közərmiş bir ulduza dönür.
ulduz kimi görürük. Amma gündüz ki bu ayədə də deyir gündüz ki gəldi, günəşi görünən etdi. Yəni o parçanı qaldırdı günəşin üzərindən, həmin o gündüz və gündüzün şüaları ətrafa şey elədi və səhər açıldı və aydınlıq falan, bax bu şəkildə təbiət hadisəsi baş verir. İndi Şəms 4-cü ayədə deyir, and olsun günəşi örtməkdə, günəşi nə örtür? Gecə. Günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə. Baxın, bir də deyirəm, and o Şəms surəsi 4-cü ayə. And olsun günəşi örtməkdə, üfüqlə günəşi örtdü. Baxın, günəş yoxa çıxdı, söhbəti yoxdur. Günəş getdi, günəşi örtdü, günəş var orada. Günəşi örtdü. Günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə. Elmi cəhətdən baxırıq. Həqiqətən o uşağın kitabındakı günəş bir ulduzdur sözü ilə düz gəlir. Fikir verirsinizmi? Yəni elmin Qurandakı sübutu. Deməli, Quran nağıl kitabı deyil, Quran dünyanın kitabıdır. Elmi, gecə günəşi örtür. Bu Şəms surəsi 4-cü ayəni müşahidələrimizlə araşdırırıq. Gecə günəşi örtür. Deməli, günəş yoxa çıxmır. Ulduz kimi görünür. Amma şüaları kəsilib. Çünki gecə örtüb. Aydındırmı? Sonra Yunus surəsi 5-ci ayədə deyir ki, günəşi işıqlı və ayı nurlu edən odur. Yəni Allah Taala'dır. Günəşi işıqlı, ayı nurlu edən odur. İşıqlı burada nə deməkdir? Astronomik araşdırmalar nəticəsində bilinib ki, yəni elmi cəhətdən bu Allah işıqlı deyəndə nəyi nəzərdə tutur? Yəni günəşin ulduz olduğu nəzərdə tutur. Yəni işıqlı burada nə deməkdir? Yəni elmi cəhətdən günəşin özündə yanma və enerji istehsalı olması günəşin özündə onun ulduz olduğunu göstərən elmi xüsusiyyətdir. Aydındırmı? Yəni işıqlı olduğunu deyəndə nə nəzərdə tutuldu? Deməli, günəşin özündə yanma və enerji istehsalı var özündə. Yəni kimdənsə almır, özündə var. Deməli, bu onun ulduz olma xüsusiyyətini ortaya çıxardır. Yəni bu elmi cəhətdən sübut olunub. Fikir verirsinizmi? Quran ayəsi ilə o kitab, Azərbaycan dili kitabı dərsliyinə üst-üstə düşür, oradakı astronomik biliklər. Fikir verirsinizmi? Burada Allah Teala deyir ki, Yunus surəsi 5-ci ayədə ayı nurlu edən. Gəlin görək nə deməkdir bu ayı nurlu edən. Ay, günəş kimi özündə enerji daşımır, özündə o işıq yoxdur, yanma yoxdur. O nuru günəşdən alır. Başqa yerdən alır. Baxın, nur deyir, başqasından alınan işıq mənasında işlədilir bu ayədə. Yəni ay işığını günəşdən alır. Deməli, günəş gecə var. Bu ay necə alır gecə nurunu, işığını? Nəsə olmalıdır ki, alsın da. O nəsə də günəşdir. Düzdürmü? Kitabda da yazır ki, günəş ulduzdur. Deməli, günəş gecə də var və ulduz şəklindədir. Deməli, günəş gecə var. Gecə çıxırsa, gecə ancaq ulduz ola bilər və işığı ilə ayı nurlandırır. Fikir verdinizmi? Həqiqətən bu bir möcüzədir. Müşahidələrimiz nəticəsində dünyada nə qədər maraqlı faktları üzə çıxarda bilərik və bunu Quran işığında daha irəli apara bilərik və nə aydınlanmalara, nə cür faktlara imza ata bilərik.